Biri var imiş, biri yox imiş. Bir qoca qarı var imiş. Bu qarının bir balaca oğlu var imiş. Bu uşaq o qədər balaca imiş ki, buna cırtdan deyərlərmiş. Bir gün cırtdan gördü ki, qonşuların uşaqları meşəyə oduna gedirlər. Gəlib anasına deyir: "Ay ana, uşaqlar elə mən də oduna gedəcəm." Qarı uşaqları çağırıb hər birinə bir parça yağ yaxması verib cırtdanı onlara tapşırdı. Uşaqlar meşəyə gedib odun topladıqdan sonra görürlər ki, cırtdan odun toplamır. Ona deyirlər: "A cırtdan, sən niyə odun toplamırsan?" Cırtdan cavab verir: "Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu toplayasınız." Uşaqlar bunun da odununu toplayırlar və sonra hər kəs öz odununu yükləyib yola düşmək istəyəndə görürlər ki, cırtdan oturub baxır. Buna deyirlər: "A cırtdan, sən niyə odununu yükləmirsən?" Cırtdan cavab verir: "Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu gətirəsiniz." Uşaqlar əlacsız qalıb bunun da odununu gətirirlər. Biraz yol getdikdən sonra görürlər ki, cırtdan yenə geridə qalıb ağlayır. Buna deyirlər: "A cırtdan, niyə ağlayırsan?" Cırtdan cavab verdi: "Yorulmuşam. Anam sizə yağ yaxması verdi ki, mən yorulanda məni də dalınıza götürəsiniz." Uşaqlar əlacsız qalıb bunu da dallarına götürürlər. Bir xeyli yol getdikdən sonra axşam olur. Qaranlıq qovuşanda yolu azırlar. Meşədən çıxanda baxıb görürlər ki, bir səmtdə it hürür və bir səmtdən işıq gəlir. Onda cırtdana deyirlər: "A cırtdan, it hürən səmtə gedək yoxsa işıq gələn səmtə?" Cırtdan cavab verdi: "İt hürən səmtə getsək, it bizi yeyər. İşıq gələn səmtə gedək. Bəlkə yolu taparıq." Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxırlar. Div bunları görəndə sevinir və öz-özünə deyir: "Yaxşı oldu, gecə bunları bir-bir yeyərəm." Bunları gətirib evdə oturtdu və uşaqlara biraz çörək yedirdib yatırdır. Gecədən biraz keçəndən sonra div uşaqların birini yemək istəyir və uşaqların yatıb yatmadığını bilmək üçün deyir: "Kim yatmış, kim oyaq?" Bu səsi eşidən cırtdan başını qaldırıb deyir: "Hamı yatmış, cırtdan oyaq." "Cırtdan nə üçün oyaq?" "Çünki anası hər gecə ona qayğanaq bişirib yedirdib yatırardı." Div qalxıb tez qayğanaq bişirib yedirdib yatırtdı. Bir qədər keçəndən sonra div yenə soruşdu: "Kim yatmış, kim oyaq?" Yenə də cırtdan başını qaldırıb deyir: "Hamı yatmış, cırtdan oyaq." "Cırtdan nə üçün oyaq?" "Çünki hər gecə anası gedib çaydan ona xəlbirdə su gətirərdi." Bu sözü eşitdikdə div qalxıb bir xəlbir götürüb çaya su gətirməyə gedir. Cırtdan da tez yoldaşlarını qaldırıb deyir: "Bu div bizi yemək istəyir. Qalxın qaçaq." Uşaqlar tez qaçırlar və vurub çaydan keçirlər. Bu tərəfdən div xəlbiri nə qədər suya salıb qaldırırsa, görür xəlbirdə su qalmadı. Axırda təngə gəlib qayıtmaq istəyirdi. Bir də baxıb gördü ki, uşaqlar çayın o biri tərəfində gedirlər. İstədi sudan keçib uşaqların dallarınca getsin. Sudan keçə bilmir və axırda uşaqları səsləyir: "Ay uşaqlar, sudan nətər keçdiniz?" Tez cırtdan cavab verdi: "Hə, get bir dənə dəyirman daşı tap, boynuna keçir, ondan sonra keçərsən." Div cırtdanın sözünə inanıb gedib bir dəyirman daşı tapıb boynuna keçirdir. Özünü suya salır və suda boğulub ölür. Uşaqlar isə sağ-salamat evlərinə qayıdırlar. Göydən isə 3 alma düşdü. Biri nağıla qulaq asanın, biri nağılı danışanın, biri də cırtdanın. Gecəniz xeyrə qalsın uşaqlar. Daha çox nağılı dinləmək üçün səhifəmizə abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Görüşərik dostlar.